Salam əziz şagirdlər. Bizdə belə bir maraqlı kvadrat sualı verilib. Sualda verilənlərə əsasən MKP-ni bizdən tələb eləyir. Yəni mən bu hissəni tapmalıyam. Və KP-nin 2PL olduğu qeyd edilib. O zaman P ilə X desəm, KP parçası məndə 2X-ə bərabər olar. İndi biz burada nə eləyə bilərik? Mən bilirəm ki, kvadratda bu hissə nədir? 90 dərəcəyə bərabərdir. O zaman bizdə burada alınan, baxın burada KPL üçbucağı düzbucaqlı üçbucaqdır. Və bu üçbucağın hipotenuzu 2x-dir, qateti x-dir. Yəni qateti hipotenuzun yarısına bərabərdir. Və bu nə zaman ödənilirdi? Onun daxili bucaqlarından biri 30 dərəcə olsun. 30 dərəcəli bucaq qarşısında duran qatet, x qateti hipotenuzun, yəni 2x-in yarısına bərabərdir. Onda bu bucaq 30 dərəcədir. Daha sonra bilirəm ki, bizdə verilmiş bu kvadratın MK diaqonalı onun 90 dərəcəyə bərabər olan bu bucağını yarıya bölür. Yəni tənböləndir. O zaman bura 45 olardı. Bu hissə ümumi 45 olardı. Nə vaxt 45 olardı? Bura 30 yazsam, ortada qalan hissəyə 15 yazsam 45 olardı. Onda bu hissə nəyə bərabər olur? 15 dərəcəyə bərabər olur.